39-cu sualda əvvəl ionlarını ayırırıq. Dəmir NO3-dən 2 dənə, dəmir 2 müsbət, 2 NO3 mənfi, sonra dəmir 3 xlorid, yenə də dəmir 3 müsbət, öz indeksindəki rəqəmi özünün əmsalına, yəni qarşısına, digərini isə yükünə yazırıq. Və üçüncüdə dəmir 3 sulfat, dəmir və SO4 2, 2, 3, 3. Aha. Deməli, deyir ki, kationların, deməli, yəni müsbətlərin qatlığını hamısına verib A və həcmi də hamısında V-dir. Biz C bərabər nü bölü V düsturuna əsasən nü tapsaq C V eləyəcək də, yəni hamısı A V-dir. Yəni belə deyək ki, tutaq ki, birincidə də A V qoyaq, elə orada yazdıq kimi, ikincidə də A V qoyaq, üçüncüdə də A V qoyaq. Və bizdən anionların qatlığını istəyir. Biz elə bil əvvəlcə anionların molunu tapıb, sonra qatlığına çevirəcəyik. Buna lazımdır daha doğrusu X ion uyğun gəlir, 1-ə isə 2. Birinci elədi, X bərabərdir 2 AV. Digərini eyni qayda ilə Y, 1-ə də 3, Y bərabərdir 3 AV. Biz deməli nəyin tapırıq? Molunu tapırıq. Buna da Z, 2-yə isə 3 olacaqdır. Z də bərabərdir 1,3 AV bölünsün 2. 1,5 AV-yə. Və bizdən mollarını tapdıq. Bizdən isə nəyini istəyir? Qatlıqların müqayisəsini istəyir. C bərabərdir nü bölü V-yə əsasən, elə belə fikirləşək də, 2A birinci edəcəkdir. V'lər silinəcək, 3A ikinci, 1,5 A üçüncü. Bu X-dır, bu Y-dır, bu isə Z-dir. Müqayisə eləsək, Y böyükdür X-dan, o da böyükdür Z-dən. Deməli, belə variant Y böyük X, o da Z-dən Y variantı.